Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam hörmətli izləyicilər. Siz hazırda hava məlumatları ilə bağlı ən son yenilikləri izləyirsiniz. Sabahki hava şəraiti ilə bağlı sizə ətraflı məlumat təqdim edəcəyik. Ölkə üzrə gözlənilən hava dəyişiklikləri, küləyin istiqaməti, temperatur göstəriciləri və gün ərzində müşahidə olunacaq vəziyyət haqqında bütün detalları indi birlikdə nəzərdən keçirək. Sabah səhər saatlarından etibarən paytaxt Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində bəzi ərazilərdə günəşli hava üstünlük təşkil etsə də müəyyən saatlarda buludluluğun artacağı ehtimal edilir. Səhər və gecə saatlarında havanın nisbətən sərin keçəcəyi gözlənilir. Gün orta saatlarına doğru isə temperatur yüksələcək və mülayim isti hava müşahidə olunacaq. Şimal küləyi arabir güclənə bilər. Xüsusilə açıq ərazilərdə yaşayan və yola çıxacaq şəxslərin diqqətli olması tövsiyə olunur. Bakıda səhər saatlarında sərin hava hiss ediləcək. Günün ikinci yarısında isə hava daha mülayim olacaq. Axşam saatlarına doğru temperatur yenidən aşağı düşəcək. Buna görə də axşam çölə çıxacaq şəxslərə nazik gödəkçə və ya üst geyim götürmək məsləhət görülür. Dəniz sahilinə yaxın ərazilərdə küləyin təsiri daha çox hiss olunacaq. Azərbaycanın bölgələrinə gəldikdə isə şimal rayonlarında hava əsasən dəyişkən keçəcək. Bəzi dağlıq və dağ ətəyi ərazilərdə qısa müddətli yağış ehtimalı var. Səhər saatlarında duman müşahidə oluna bilər. Xüsusilə sürücülərin diqqətli olması tövsiyə edilir. Dağ yollarında görünüş məsafəsi azala bilər. Qərb rayonlarında gün ərzində əsasən mülayim və sabit hava şəraiti gözlənilir. Günəşli hava üstünlük təşkil edəcək. Kənd təsərrüfatı ilə məşğul olan insanlar üçün hava şəraiti əlverişli hesab olunur. Əkin sahələrində çalışan şəxslər üçün gün ərzində münasib temperatur gözlənilir. Cənub bölgələrində hava bir qədər rütubətli olacaq. Günün bəzi saatlarında buludluluğun artacağı ehtimal edilir. Sahilyanı ərazilərdə yaşayan insanlar üçün küləkli hava hiss oluna bilər. Lakin ümumi olaraq ciddi hava hadisəsi gözlənilmir. Gün ərzində temperatur mülayim səviyyədə qalacaq. Dağlıq ərazilərdə isə hava daha sərin olacaq. Səhər və gecə saatlarında temperatur aşağı düşəcək. Yüksək dağ kəndlərində yaşayan insanlar üçün isti geyim tövsiyə olunur. Turistlərin və istirahət məqsədi ilə bölgələrə səfər edən şəxslərin hava şəraitini nəzərə alması vacibdir. Sabah ölkə üzrə ultrabənövşəyi günəş şüalarının da müəyyən saatlarda yüksək olacağı gözlənilir. Xüsusilə günorta saatlarında açıq havada uzun müddət qalacaq şəxslərə diqqətli olmaq tövsiyə edilir. Günəşdən qoruyucu vasitələrdən istifadə etmək faydalı ola bilər. Hava şəraitində müşahidə olunacaq dəyişikliklər meteohəssas insanlar üçün də müəyyən təsirlər yarada bilər. Təzyiq dəyişikliklərinə həssas olan şəxslərin öz sağlamlıqlarına diqqət etməsi tövsiyə olunur. Gün ərzində bol may qəbul etmək və mümkün qədər açıq havada təmiz hava almaq faydalıdır. Sürücülər üçün də bəzi vacib xəbərdarlıqlar var. Səhər saatlarında bəzi bölgələrdə dumanlı hava səbəbindən görünüş məsafəsi azala bilər. Buna görə də avtomobil idarə edən şəxslərin sürət həddinə riayət etməsi vacibdir. Küləkli hava şəraiti xüsusilə açıq magistral yollarda hərəkət edən sürücülər üçün diqqət tələb edir. Balıqçılıq və dəniz fəaliyyəti ilə məşğul olan şəxslərə də ehtiyatlı olmaq tövsiyə olunur. Xəzər dənizində küləyin arabir güclənəcəyi ehtimal edilir. Dənizə çıxacaq şəxslər hava məlumatlarını diqqətlə izləməlidirlər. Ümumilikdə sabah ölkə üzrə hava şəraitinin əsasən sabit və mülayim keçəcəyi gözlənilir. Bəzi bölgələrdə qısa müddətli dəyişikliklər olsa da ciddi təhlükəli hava hadisəsi proqnozlaşdırılmır. İl ərzində hava şəraiti insanların gündəlik fəaliyyəti üçün əlverişli hesab olunur. Əziz izləyicilər, siz də yaşadığınız bölgədə hava şəraitini müşahidə edirsinizsə, fikirlərinizi şərh bölməsində bizimlə paylaşa bilərsiniz. Sabah yaşadığınız ərazidə hava necə olacaq? Sizcə yağış yağacaqmı, yoxsa günəşli hava davam edəcək? Rəylərdə yazın.